Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugünkü təqdimatım Ramanı qəsəbəsindəndir. Ramanıdan şəxsi özünə tikilmə həyət evi axtarırsınızsa, bu videomuzu sona qədər izləyə bilərsiniz. Ev tamamilə şəxsi tikilidir, sadəcə sonradan təmir olunaraq satışa çıxıb. Ümumilikdə 3,3 sot torpaq sahəsindədir. Yerdən 10 daş kürsüdə tikilib. 4 otaqlıdır, 140 kvadratda evin ümumi sahəsidir. Evin ətrafına keçmək üçün zabordan məsafəsi saxlanılıb. Padvala girişi var, evin çardağına da girişi var, qazı suyu işığı daimidir, sayğaçlarının hamısı var. Evin həyətinə bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Keçək evimizin daxili ilə də sizi tanış edeyim. Mətbəx mebeli qoyulub artıq, hamam aksesuarı da bu yaxınlarda qoyulacaq. Demək olar ki, ev sizə tam hazır vəziyyətdə təhvil veriləcək. Evin dəhlizi, hamam sanitar qovşağı və mətbəxi isti poldan ibarətdir. Evin sənədi isə sərəncamdır, kubcaya yararlı sənəddir. Bura mətbəx hissəsidir, mətbəx mebeli də var. Ev dairəvi qoşadaşla tikilib, altı betondur, üstü də kəmərdir. Evimizin yerləşmə yerini bir daha qeyd edirəm. Ramana Gülçülük qəsəbəsidir, Həsənin ət dükanının yaxın məsafəliyindədir. Hər tərəfi də yaşayış olan yerdir. Marşrutu yaxından keçir. Evin qiyməti 85.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, qiymətdə də endirim olunacaq ev sahibi tərəfindən. Əlavə də nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın.